Öz başıma gələn deyim sizə, mən neçə il, mən 15 il bundan qabaq idi, bir Kərbəladan gəlmişdim. Eşitmişdilər, dostlar, qardaşlar gəlmişdilər bizə. Xatirəmdir, danışıram, sizlə bölüşürəm. Yəni, yemək də hazırlanmışdı da, bu qədər hesablanmamışdı. Maşallah da belə insanlar da gəlirdi. Mən çox narahat idim. Dedim, görürsən necə olacaq. İndi birinin qabağına da yemək qoyub, öbürsünün qabağına qoymamaq da olmur. Hələ öz-özümə danışırdım. Orada bir iki dənə dost var idi. Onlara yaxınlaşdım. Dedim, siz Allah da çox yaxın idi, mənə məhrəm idi. Dedim, siz Allah biraz siz yeməyin, qoy da cəmaat yesin. Siz həmişə yeyirsiniz də burada. Da indi özümüz ki idi də. Bunlar da qarşı narahat olmaya, ayıb olar ki. İnansız mən onlara baxırdım, elə onlardan çox yeyən yox idi. Bu öz yerində bunu keçək. Amma qurban olduğum bir bərəkət də verdi. Demirəm mənə görə, o gələnlərin ehtiramına idi. Gələnlərin hörmətinə Allah bərəkət də verdi. Elə hamı da gidi doydu, çıxdı, getdi. Amma sonra o 2-3 nəfər saxladım mən. Dedim, gəlin buraya gəldilər. Dedim, Allah sizə kömək olsun. Mən sizə dedim, elə ən çoxu siz yediniz ki. Bunlar da başladılar gülməyə, indi başa düşüblər axı neyiniblər. Hər halda Allah gəlib bərəkət versin. Allah gələk insanın yeməyinə, ömrünə, elminə, malına, puluna, həyatına bərəkət versin. Ona deyirlər həyatın bərəkəti. Həyatın bərəkəti budur.